qiyamət günü olacaq, biz çox şeyə bəhanə gətirə biləcəyik. Günah elədim, qəzəb mənə azdırdı, şəhvət mənə azdırdı. Hər şeyə bir bəhanə gətirə biləcəyik. Axırıncı sual budur ki, dilimiz qısa olacaq. Bəs istəmək necə? Peyğəmbər buyurub ki, ən aciz adam dua eləməkdə də acizdir. Aciz adamdır. İstəməyə nə gəlmişdi? Niyə arzulamadın axı? Əşi, mənim arzumdan nə olacaq? Şeytanın ən böyük hiləsi budur. Allah deyirsən, mənim üçün möhtərəm bəndəsən. Sən istə, arzula. Sənin arzun nəzərə alınır Allah qatında. İnanırsan, inana bilmirik ki biz buna. Biz özümüzü o qədər dəyərsiz bilirik ki, kim məni eşidən və bunu təvazökarlıq adlandırırıq. Bu təvazökarlıq deyil. Bu özündə bir xarlıq hiss eləmək. Allah deyirsən, mənim əzizimsən. Sənin üçün 124 min Peyğəmbər göndərmişəm. 114 surə Quran sənə nazil eləmişəm. Gör sənə mənim nə qədər diqqətim var.